Salam dəyərli izləyicilər, 26 fevral 2026-cı il əsrin dəhşətli faciəsi Xocalı soyqırımından 34 il keçir. Ermənistan silahlı birləşmələrinin və Rusiyanın 366-cı MOT atıcı alayının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımdan 34 il keçir. Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanlılara qarşı ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir və qədim yaşayış məskənlərimizdən biri olan Xocalı şəhəri sərt bir qış gecəsi ölüm dirim meydanına çevrildi. Qan su yerinə axdı sözün əsl mənasında və günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. Mənfur düşmən öz çirkin əməli ilə bağışlanılmaz bir cinayətə yol verdi. Bu cinayət nəticəsində 613 nəfər qətlə yetirildi. O cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, yəni ahıl, 8 ailə tamamilə məhv edildi. 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü, şəhid edildi. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir və Xocalı soyqırımı 20-ci əsrin ən böyük insan faciələrindən biridir. Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində biz artıq qalib bir ölkənin vətəndaşlarıyıq, sakinləriyik. 44 günlük vətən müharibəsi ilə və 23 saatlıq antiterror əməliyyatı ilə qəhrəman Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Xocalı bizim müqəddəs yurt yerlərimizdən biridir və biz doğma Xocalının qisasını qəhrəmancasına aldıq. Biz onlar kimi arxadan, necə deyərlər, zərbə vurmadıq, döyüşdə, savaşda, müharibədə və mübarizədə öz sözümüzü dedik və əməl etdik.